Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-sında Tbilisidə Gürcüstan Milli Muzeyində olub. Gürcüstan Milli Muzeyində bu ölkənin tarixinin müxtəlif dövrlərinə aid eksponatlar sərgilənir. Muzeyin Gürcüstanda daş dövrü ekspozisiyası ölkədə aşkara çıxarılmış ən vacib arxeoloji irsi təqdim edir. İndiyədək Gürcüstanda 500-dən çox daş dövrü abidəsi qeydə alınıb. Ekspozisiyada Dmanisidə aşkarlanan tapıntılar xüsusi yer tutur. Burada təxminən 1,8 milyon il əvvələ aid insan qalıqları və əmək alətləri var. Arxeoloji xəzinə ekspozisiyasında isə Gürcüstanda aşkar edilmiş və eramızdan əvvəl 3-cü minillikdən eramızın 4-cü əsrinə qədər olan dövrə aid nadir zərgərlik məmulatları nümayiş olunur. Ekspozisiyalarla tanışlıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından Gürcüstan Milli Muzeyinə Azər xalçanın istehsalı olan 5 nadir xalçadan ibarət mədəni irsə yeni baxış adlı kolleksiya hədiyyə edildi. Kolleksiya qədim xalça nümunələrinin müasir interpretasiyasını təqdim edir. Kolleksiyaya klassik elementlərin, xüsusilə Xətai və Çələbi motivlərinin müasir kompozisiyada sintezi olan Naxçıvan, Qarabağ xalça məktəbinin zəngin ornamentləri ilə yenidən işlənən açma yumma, ritmik və təkrarlanan elementlərlə kainat harmoniyasını xatırladan Qarabağ, Bəndi Rumi kompozisiyası və şərq sənət ənənələrinin müasir ifadəsi olan ovçuluq və 2500 illik tarixə malik dünyanın ən qədim xovlu xalçasının müasir interpretasiyası olan pazırıq xalçaları daxildir. Muzeyin rəhbərliyi hədiyyələrə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq bildirdi.